Kontoxomda xadimə işi var, amma mən bu videoda təkcə Kontoxomdakı xadimə işlərindən bəhs eləmirəm, Allah qoysa. Yəni digər işlərdən də bəhs eləyəcəm. Allah qoysa. Deməli, onlar nələrdən ibarətdir? Gəlin ilk öncə Kontoxomdakından bəhs eləyim, sonra keçək. Hətta qeyd edim ki, onların arasında gecə növbəsində olan bir təmizlikçi işi də var. Normal yerlərdədir, yəni yoldaşlar, narahat olmayın. İlk öncə Kontoxomdan bəhs eləyim. Kontoxomdakı səhv hatırlamırsam 500 manat verəcək ya da maksimum olsun 600 manat. Bəli, 500 manat verir Kontoxomdakı. Belə bir işdir, yəni 6 günlük iş rejiminə malikdir, xadimə işidir. Sonra 21-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində var xadimə işi yoldaşlar. Səhər saat 8-dən 5-ə qədərdir. Belə bir variantı da var. Bu inşaatçılar prospektində olmalıdır deyəsən. Sonra Super Stoics'da var. Bu hissə Qaradağda yəqin ki olacaq. Bir dəqiqə mən dəqiqləşdirim sizin üçün. Yox, Qaradağda deyil yoldaşlar bu. Bunun 2 dənə variantı var. Həm Mərdəkan variantı var, həm də Xırdalan variantı var. Amma 400 manat verir yoldaşlar bu. 35-50 yaşlı şəxsinsə belə bir variant var. Amma qeyd edim ki, biraz səbirli olsanız, olsa xadimə işlərinin 700 manatlıq variantları da ola bilər arada bir. Sonra xadimə işi 600 manatlıq civarında olan başqa bir variantı var. 30-50 yaşlı şəxslər üçündür bu. Həftə içi 5 gündür, şənbə günü yarım gündür. Təmizlik sahəsində 1 illik iş təcrübəniz varsa yaxşı olar. Sabunçu rayonuna yaxın ərazilərdə yaşayırsınızsa daha gözəl olar. Bu Alplast PVC qapı və pəncərə sistemləri şirkətindədir. Bundan əlavə gecə növbəsində də az öncə bildirmişdim. Təmizlikçi işçisinə ehtiyac var. Paşa Molsadır yoldaşlar bu. Bu şəhərin mərkəzində olmalıdır. Gecə növbəsində işləyə bilirsinizsə bu iPara Palace and Town Neftçilər prospektində olmalıdır bu iş. Bu işə də müraciət edə bilərsiniz. Bu işlərə də müraciət dəstəkçisə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Təkcə bu işlərlə bağlı deyil, digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmazlıq səsini çəkirsiniz, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüz, orada kanala daxil olun, Toğrul Hacıbanda kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.